Salam dostlar, yeni bir maliyyə videosu ilə qarşınızdayım. Bu gün sizə Instagram və Canva ilə necə aylıq 700 manatdan çox qazanmaq olar, onu göstərəcəm. Gəlin videoya keçək. İlk öncə daxil oluruq Instagrama və axtarış yerinə CV yazırıq. Qarşımıza çıxan CV hazırlama hesabına daxil oluruq. Gördüyünüz kimi hesabın 50.000 takipçisi və 2800 dənə postu var. Gəlin postlara nəzər salaq. Bu formada sadə CV-lər hazırlanır və bu CV-lər insanlara satılır. Ortalama bir CV-nin qiyməti 5-15 manat arası dəyişir. Burada diqqət etməli olduğunuz ən böyük məqam ondan ibarətdir ki, bu hesabın 50.000 takipçisi var. Yəni sizin potensial olaraq 50.000 dənə müştəriniz var. Bu çox böyük bir bazardır və sizin üçün şansdır. Bu formada Instagramda hesab açaraq CV hazırlayırsınız və onları satırsınız. İndi isə gəlin necə CV hazırlaya bilərik ona baxaq. İlk öncə telefonunuza Canva proqramını yükləyirsiniz. Tətbiq açıldıqdan sonra axtarış yerinə gəlirsiniz və ora CV hazırlanması yazırsınız. Gördüyünüz kimi qarşınıza hazır şablonlar çıxır. Bu formada istədiyiniz şablonu seçə bilərsiniz. Yəni demək olar ki, çoxlu şablon var burada və mən indi sizin üçün bir dənə şablona girəcəm. Instagramdan müştərini tapandan sonra müştərinin məlumatlarını götürürsünüz və bu şablonda məlumatları bir-bir yerinə qoyursunuz. Bu formada gündə istədiyiniz qədər CV yarada bilərsiniz. Gəlin indi sizinlə sadə şəkildə hesablama aparaq. İlk öncə kalkulyatoru açım, sizin üçün daha dəqiq olsun. Fərz edək ki, gündə 5 dənə CV satırsınız və bir CV-nin qiyməti 5 manatdır. Sadə hesablama aparsaq görərik ki, günlük qazancınız 25 manat təşkil edir və bunu bir aya vurduqda sizin aylıq qazancınız 750 manat olur. Məncə bu başlanğıc üçün kifayət qədər yaxşı rəqəmdir. Bugünlük video bu qədər dostlar. Videonu bəyənsəz kanala abunə olmağı və videonu bəyənib paylaşmağı unutmayın.